İndi gəlin bir buna baxaq, buna cavab verək. Buradan benim sualım Akord İlqaradır, Mehmanadır, Qabilədir və başqalara. Siz orada Avropada yaşaya həmişə Azərbaycanı müzakirə edirsiniz. Yaxşı, dövləti başa düşdüm. İndi Azərbaycanın xanımlarını niyə müzakirə edirsiniz? Biri deyir ki, Qodnisanovun qızı deyil, hörmətli xanım. O onu tanıyırdı. O birisi deyir ki, hörmətli xanımın 20 minlik sumkası var. O birisi nəysə başqa sözlər deyir. Ha vaxtdan Azərbaycan kişilərinə yaraşıb ki, kiminsə xanımını müzakirə eləsinlər. Birinci, ay anası Valik. Hakimiyyət bütün müxalifətin ailəsinə kaset qoya bilər. Videosunu çəkə bilər, montaj eləyə bilər hakimiyyət. Erməniləri qolu qandallı məhkəməyə yox, ermənilər məhkəmədə çay içə bilər. Azərbaycan qadınlarının, jurnalistlərin qoluna qandal vura bilər. Azərbaycan qadınlarının döşünü kəsən, qarnını yarıb, uşağını çıxardığı yerdə pişik balaları qoyub bağlayan Xaçaturyanı erməniyə verə bilər. İlham Əliyev hər şey eləyə bilər də, bütün ailəmizə, hər birimizə tərtər hadisələrində 3 yaşında uşaq, nə bilim, qarnında hamilə qadını zorlamağa qədər hər söhbətə gedər hakimiyyət. Hakimiyyət gedəndə haqlıdır. Amma biz reallıqda İlhamın gəlini var qız olubdur. Əvvəlki ərini göstəririk. Ərdə olurla Heydər Əliyevlə Dubaya gedib kayfa. Biz bunu deyəndə, həqiqəti deyəndə olmaz ha? Qafqaz kişisinə yaraşmaz ha? Bunun özü də bir təsdiq eləyir ki, bunun özü də İlham Əliyevin propagandaçısı. Təsdiq eləyir ki, bəli, Alyona doğrudan da keçmişi pozğun olubdur. Baxın, kim çıxdı İlham tərəfdən hamısı təsdiq elədi. İndi danla baxın. Danla baxın deyərlər. Deməli, hökumətə olar, bizə yox. Bax, burada 675 dənə troll yazıbdı, bax. 675 dənə troll. Sən bomba olansan, sən düz deyilsən, sən Qafqaz kişisi belə 675 trollu töküb yazdırıblar. İndi deyirəm bura. Ay trollar, aj olun, kişi olun, ananızı, bacınızı trasa qoyun, baboş olun. Ananızın, bacınızın, qızınızın, gəlinizin başını erməni üçün tutun. Troll olmayın, Polisləri də cəlb eləyiblər trolluğa. İndi də müəllimləri, həkimlərə, medsestrala qədər hamısı medsestrala, hamısını cəlb eləyiblər trolluğa. Təsəvvür edin, əməliyyat apara bilmir, müəllim dərs keçə bilmir. Birazdan hesabat verəcəm, nə qədər qabilin altından nə yazmışam. Nə də düzəməli dərs keçir müəllim, nə həkim, medsestra, hamı işinin başında da öyle, hamıya plan qoyublar, trolluq planı. Yazdıqlarını da göstərməlisən. İndi baxın. Müəllim, sizin yoldaşınızı Sona xanımı kimsə müzakirə edir. Dələmədən. İndi gəlin burada yazıblar, tərifləyiblər. İndi gəlin. Və siz kimi tərifləyirsiniz ha? Ermənilərdən ən azı baba gör neçə dəfə üzr istəyir ermənilərdən. Bu bir. Ala. Təsəvvür edin. Hər yerdə ermənilərdən üzr istəyən şərəfsizdir bu uğraş. Ala. Baxın burada. Burada ermənilərdən üzr istəyir. Baba. Kamran Ramzanov. Arayikdən üzr istədi. Baxın. Ala. Baba. Arayikdən üzr istəyir burada. Altta da yazdır. Kamran Arayikdən üzr istədi. Danlan keçə. Bir başqa üzr istəmə video. Hələ Gürcistandakı videonu axtarıram. Gürcistanda ermənilər bunu nə günə qoydular? Ermənilər necə üzr istətdilər? Hələ burada görə. Burada da üzr istəyir. Ala. Bütün erməni, ala bağa, söhbətə bağa. Bütün xalqlar ermənilərin altından keçir. Baxın. Bax, altdan yazar. Bütün xalqlar ermənilərin altından keçir. Bax, oradadır. Bu da təsdiq eləyir onu. Baxın, ala. Ala. Da uzatmaq istəmirəm, vaxt almaq istəmirəm, kuralları da tapdalamaq istəmirəm kuralları. Ala getdi növbəti üzr videosu, ala. Ala dəyərlənmədə, ala. Извиняюсь, конечно, что я так сказал. Я приношу свои извинения за то, что так сказал. Bütün ermənilərdən üzr istəyir. Siz kimi dəstəkləyirsiniz, Hələ Gürcistandakı videonu axtarıram, necə dizini atıb ermənilərin şeyini yalayır. Siz kimin yanındasınız, yoxsa qəhbənin yanındasınız, necə? Deyir ki, qızın 20 minlik sumkası. O qız sıradan bir qız olsaydı, onun sumkasına mən ilişsəydim, köpək oğluydu. Mən Mübariz Mənsimovun qızının sumkası lap 150 minlik olsun. Ona bir söz desəm ağzım əylər mən. Mübariz Mənsimov iş adamı da halal zəhmətindən alıbdır. Və yaxud İlqar Hacıyev olsun. Amma sənin o qız dediyin ərdən və bardan çıxandır. Azərbaycan dilində bir cümlə bilməyəndir. Və mənim aldığım məlumata görə ikinci uşağı erməni spermasından mayalayıbdır. Həmən Alyona. Birinci uşaq da qarnında gəlibdir. Azərin Sevilin oğludur. Sevilin nəvəsidir. Mən bunu hamısı DNT testini elətdirəcəm. Mən başa düşmürəm. O 20 min mənim xalqımdan çıxıb o. Bütün o polisidir, prezidentdir, aparatdır. Hamısı xalqın vergisindən dolanır. Xalqın sərvətindən dolanır. Ay trollar, ay əcilaflar. Gedin Azərbaycanda bir troll, bir də polis. Çünki polislər də cəlb edirlər trolluğa. Bir polis, bir troll olmaqdansa ananın bacının başını get Xaçaturyan üçün tut, onunla yaxşıdır. Bəsdir, bunun müdafiə edirsə ermənilərə deyir,
dizini atır yerə ermənilərdən öncə. Sifətə baxın, bunun qancul oxşuyur. Baxın sifətə. Cıncıq bitinə oxşuyur. Bax, cıncıq bitinə, bax. Ha. Эмоции были под эмоциями, я сказал так, что я сказал. Я извиняюсь. Baxın, Группа Ватан 44. Armiyanski qrupa. Извиняюсь, пожалуйста. Спасибо большое. Всем без тормозов. Ağlayır, ağlayır. Торт. Ağlayır, hələ Gürcüstandakı videonu axtarıram, o. Dəhşətli o. Baxsanız bunun əsəbinizdən yerinizdə duramayacaqsınız. Yəni belə götürək ki, kişi olun, qəhibə olmayın, Güya o indi yaxşı. Siz o qədər trollluq edirsiniz, səhvələriniz bəlli, siyahınız bəlli. Mən sabah ölkənin başına gələcəyəm. Mən gəlməsəm də mənim istədiyim xalqın istədiyidir. Bir şərəfli adam gələcək. Sizi mən axtalamayacağım mı mən? Ananızı ağlar qoymayacağım mı mən?